Niye dolar bahalaşmır? Ve Azerbaycan valyuta ehtiyatını necə idarə edir, onu sizə sadə dildə, xalq dilində izah edəcəm. Siz də kanala abunə olun. Əvvəla onu deyim ki, Mərkəzi Bankın 2025-ci ilin sonunda valyuta ehtiyatları 11,5 milyard dollar olub. Bunun 93%-i Amerika dollarında, 1%-i Çin yuanı və Qətər realında, 6%-i də valyuta səbətində olub. Bəs yaxşı, Mərkəzi Bank bu pullar neynir? Axı bunu əldə saxlasa itkidir. Ona görə neynirik? ABŞ, Avropa və digər ölkələrin reytingli istiqrazlarını alırıq. Yəni pul gətirəcək. Bu puldan da nə olur? 555 milyon dollar artıb ki 11,5 milyard dollara çatıb. Gəlirimiz də 505,5 milyon dollar artıb ki, bu da gəlirliyin 4,6% artması deməkdir. Sizin düşüncəniz nədir? Növbəti devalvasiya gözləyirsinizsə nə vaxt olacaq?